Hamı elə zənn edir süni intellekt bir düymədir, basırsan və pul yağır. Sehirli çubuq kimi elə deyilmi? Amma görəsən həqiqətən belədir. Yoxsa bu sadəcə, necə deyim, bacarıq, zəhmət tələb edən yeni bir alətdir. 1 və 0-a xoş gəlmisiniz. Bugün, bax bu sənin göndərdiyin mənbələr var ha, onların əsasında süni intellektlə pul qazanmağın real yollarına baxacağıq, həm də təhlükələrinə. Əlimizdə biznes strategiyaları var, fərdi təcrübələr var, bəzi vacib xəbərdarlıqlar da var. Gəlin başlayaq görək bu mənbələr nə deyir. İlk növbədə gəl böyük oyunculara baxaq da, sənin mənbələrində Amazon, Netflix kimi nəhənglərin adı çəkilir. Onlar süni intellektdən elə-belə istifadə etmirlər, müştəri təcrübəsini tam fərdiləşdirmək üçün yararlanırlar. Hiperfərdiləşdirmə deyirlər buna. Və mənbələr də deyir ki, məhz bu, bu fərdiləşmə onların satışlarını, müştəri loyallığını birbaşa artırır. Düzdür. BMW məsələsi də var. İstehsalatda effektivliyi artırmaq üçün prosesləri avtomatlaşdırırlar. Deməli, əsas məqsəd belə çıxır ki, böyük məlumatları təhlil etməkdir, təkrarlanan işləri avtomatlaşdırmaq, daha ağıllı qərarlar vermək, eləmi? Bəli, tamamilə doğrudur. Burada əsas məqam əməliyyat səmərəliliyidir. Bax, sənin göndərdiyin o materiallarda, məsələn, maliyyə sektoru haqqında var idi. Süni intellektin fırladaqçılığını necə dəqiqliklə aşkarlaması ya da alqoritmik ticarət, o sürətli alqı-satqı qərarları, bunlar vurğulanır. Həqiqətən təsir edicidir. Amma məsələ təkcə milyard dollarlıq şirkətlərlə bitmir axı. Sənin mənbələrində fərdi şəxslərin, kiçik bizneslərin də bundan necə deyim, faydalana biləcəyi barədə çox maraqlı məqamlar var idi. Bax, ora gələk. Fərdi imkanlar. Məzmun yaratmaq məsələsi çox populyardır indi. ChatGPT, Jaspers kimi alətləri, yəqin çoxları eşidib, Məqalə yazır, reklam mətni yazır. Amma sənin mənbələrindən biri vurğulayır ki, əsas məsələ təkcə bu alətləri bilmək deyil, onları mövcud iş proseslərinə inteqrasiya etmək lazımdır. Yəni öz bacarığını gücləndirmək. Bəli, inteqrasiya. Əsas söz budur. Məsələn, təcrübəli bir marketoloq bu alətlərlə daha sürətli, daha effektiv kampaniyalar qura bilər. Sonra vizual məzmun məsələsi var. DALL-E, Midjourney kimi alətlər. Mənbələrdən biri deyir ki, bəzi freelancerlər hətta bu yolla unikal şəkillər, dizaynlar yaradıb onlayn platformalarda satırlar. Bu da bir gəlir mənbəyidir. Bu inteqrasiya məsələsi həqiqətən çox önəmlidir. Gəl başqa sahəyə baxaq, chatbotlar. Sənin mənbələrində deyilir ki, şirkətlər müştəri xidmətlərini 24/7 rejimi var, onu təmin etmək üçün süni intellektli həllərə çox ciddi ehtiyac duyurlar. Aydındır. Üçün bir fürsət yaranır. Bəziləri, məsələn, müştərilər üçün xüsusi chatbotlar hazırlayır. O mənbədə konkret case study də var idi, deyəsən. Düzdür, var idi. Digərləri isə daha fərqli yanaşır. Məsələn, müəyyən sahələr üçün deyək ki, e-ticarət ya daşınmaz əmlak hazır chatbot şablonları yaradıb satırlar. Bu, hətta, necə deyim, passiv gəlir potensialı da yarada bilir. Proqramlaşdırma olsun, data analitikası, hətta video redaktası. Bu sahələrdə də süni intellekt artıq köməkçi bir vasitəyə çevrilib. Bütün bunlar çox yaxşı səslənir, həqiqətən cəlb edicidir. Amma məncə burada bir dayan demək lazımdır. Biraz ehtiyatlı olmaq gərək. Sənin o göndərdiyin materiallar xəbərdarlıq edir axı. Deyir ki, bu qətiyyən bir gecədə varlanma sxemi deyil. Əsla. Yəni, heç bir proqramı işə salıb arxayın oturmaqla hesabına pul axmayacaq. Bu, lap başdakı o sehirli çubuq fikrini tamamilə alt-üst edir. Əlbəttə. Çox vacib bir məqamdır bu. Birincisi, bəzi süni intellekt həlləri var ki, xüsusən daha mürəkkəbləri, ciddi ilkin investisiya tələb edə bilər. İstər proqram təminatı olsun, istərsə də güclü kompüterlər, avadanlıqlar. Başa düşdüm. İkincisi və məncə daha da önəmlisi, aləti əldə etmək hələ işin yarısıdır da. Həqiqi dəyər yaratmaq üçün sən gərək mövcud bilik və bacarıqlarını bu yeni texnologiya ilə birləşdirəsən. Mənbələrdən birində necə deyilirdi? Süni intellekt təcrübəni gücləndirən bir vasitədir. Təcrübəsizliyi əvəz etmir. Çox doğru. Davamlı öyrənmə, adaptasiya mütləqdir. Bu sahə çox sürətlə dəyişir axı. Və bir də məsuliyyət məsələsi var. Üstündən keçmək olmaz. Sənin mənbələrindən bəziləri toxunur buna. Məlumat məxfiliyi, alqoritmlərdəki o potensial qərəzlilik, şəffaflıq,
Bunlar çox ciddi mövzulardır. Xüsusilə həssas sahələrdə. Bəli, xüsusilə maliyyə və ya səhiyyə kimi sahələrdə işləyən süni intellekt sistemləri üçün bu kritikdir. Yəni, sistemlər ədalətli olmalı, insan mərkəzli işləməlidir. Həmçinin bəzi mənbələr o iş yerlərinin itirilməsi riskini də qeyd edir, xüsusilə təkrarlanan monoton işlərdə. Tamamilə. Bu da texnologiyanın tətbiqində düşünülməli olan bir sosial aspektdir məncə. Bütün bunlar bizi əsas nəticəyə gətirir də. Nədir nəticə? Süni intellekt çox güclü bir alətdir, amma onun real faydası sənin onun necə strateji, necə bacarıqlı və necə məsuliyyətli şəkildə istifadə etməyindən birbaşa asılıdır. Yəni, alət alətdir, əsas onu işlədəndir. Yeri yaradan amillərdir. Mənbələrdə də vurğulanır axı, xüsusən müştəri ilə birbaşa təmasda, strateji qərarların verilməsində insan toxunuşu, insan faktoru əvəzsiz olaraq qalır. Süni intellekt bunu hələ ki əvəz edə bilmir. Beləliklə, bugün sənin mənbələrinə söykənərək süni intellektlə pul qazanmağın həm çox cəlb edici imkanlarını, həm də real çətinliklərini, tələlərini müzakirə etdik. Göründüyü kimi bu, texnologiyanı kor-korana tətbiq etmək deyil əslində. Əksinə, onu öz bacarıqlarını tamamlayan bir gücləndirici kimi görmək, məqsədyönlü və düşünülmüş şəkildə istifadə etməkdir. Bəli, və sonda gəlin dinləyicilərimiz üçün də üzərində düşünməli bir sual qoyaq ortaya. Baxın, bu süni intellekt alətləri getdikcə daha kütləvi olur, daha əlçatan olur, düzdürmü? Hə, demək olar hamı istifadə edə bilir artıq. Hər bir fərdi başqalarından fərqləndirən əsas amil nə olacaq? Sadəcə texnologiyanı idarə etmək bacarığı, yoxsa bu texnologiya ilə birlikdə unikal insan keyfiyyətlərini, yaradıcılığı, empatiyanı, tənqidi düşüncəni və o dediyimiz etik mühakiməni effektiv şəkildə tətbiq etmək qabiliyyəti? Bu barədə düşünməyə dəyər.